Sosial şəbəkələr üzərindən yazırlar. İran, ən çox da İran İslam Respublikasının vətəndaşları tərəfindən yazılır ki, bu mənim telefon nömrəmdir. Nə vaxt, nə zaman istəsən denən narkotik vasitə sənə təşkil eləyək, daş, belə öz dillərində deyək də, daş torpaq. Nömrəsi açıq-aydın görünür, İran nömrəsidir. Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən həmin o nömrə sahibinə qarşı hansı tədbirlər görülə bilər? Məsəl üçün, İran nömrəsidir, narahat eləyir hər Azərbaycan vətəndaşını. Azərbaycan vətəndaşı da bunu verir polisə, şikayət edir polisə. Polis buna qarşı hansı tədbirlər görə bilər və yaxud görür? Təbii ki, tərəfimizdən bu cür hallar aşkar olunur. Sizin də qeyd etdiyiniz kimi, sosial şəbəkələrdə paylaşımlar olunur və nömrələr qeyd edilir. Əksər hallarda həmin nömrə ilə əlaqə saxlanılanda ilk növbədə zəng çatmır. Həmin nömrələrin fake olduğu ortaya çıxır. Sonradan yazışmalar nəticəsində həqiqətən də həmin o şəxs narkotacir yazanın real aracı və yaxud da istifadəçi olduğunu bildikdən sonra əsl nömrələri verir. Amma aşkar olunduğu təqdirdə təbii ki, beynəlxalq əməkdaşlıq çərçivəsində həmin dövlətlərlə müəyyən əlaqəyə keçilir və həmin nömrənin sahibi və yaxud həmin halla bağlı qanuni tədbir görülməsi təmin olunur. Yəni tədbirlər görülür. Buradan da elə bizim izləyicilərimizə bildirmək istəyərdim ki, əgər siz o cür hallarla rastlaşsanız, kimsə sizə narkotik vasitələrin istifadəsi üçün və yaxud da satışı üçün müraciət olunsa, təklif olunsa 102 qaynar xəttinə zəng eləyə bilərlər. Anonimlik qorunur. Təbii ki, bəli. Sözün dozası, sözün dozası. Hər vaxtınız xeyir olsun. Sözün dozası podkastının daimi izləyiciləri. Bugün biz çox vacib bir məsələ ilə bağlı çəkiliş eləyirik. Studiyamızın qonaqları bizim Azərbaycan xalqının gecə-gündüz xidmətində olan, keşiyində duran Gömrük Komitəsinin əməkdaşı və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Sağ olsunlar, bizim dəvətimizi qəbul elədilər. Narkomaniya ilə mübarizədə bizə lazımi məlumatlar verəcəklər, həm də izləyicilər üçün də maraqlı olan sualları cavablandıracaqlar və növbəti qonağımız isə Reabilitasiya Mərkəzinin rəhbəri Anar müəllimdir. İstərdim ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli müəllimə ilk sualımı sizə verim. Polis narkotik şəbəkələrini necə aşkar eləyir Azərbaycanda? Bax, mənim üçün o maraqlıdır, hamıya maraqlıdır, izləyicilərə də maraqlıdır ki, elə bugünkü gün, belə deyim də, yollarla narkotik vasitələrin satışını edirlər ki, bu narkotacirlər insan düşünür ki, bunu heç kim qarşısını ala bilməz, heç kim buna qarşı tədbir görə bilməz. Polis hansı tədbirlər görür, hansı yollarla bunun qarşısını alır? Əvvəla sizi və tamaşaçılarınızı salamlayırıq və təşəkkürümüzü bildiririk. Bunu da, bu verilişi də antinarkotik təbliğatının maarifləndirmə işinin mühüm bir tərkib hissəsi hesab etmək olar. Bilirsiniz, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bugün qlobal problem olaraq bütün bəşəriyyəti narahat eləyir. Narkomanlıq elə bir bəladır ki, sərhəd tanımır, sosial təbəqə tanımır. İstənilən şəxs onun qurbanına çevrilə bilər. Polis əməkdaşları gecə-gündüz yorulmadan fasiləsiz xidmət aparırlar. Konkret olaraq sizin sualınıza girəcək olursaq, müxtəlif üsul və vasitələrdən istifadə olunur, açıq və gizli, bəzən daxil olmuş müraciətlər əsasında, bəzən isə polis əməkdaşlarının əməliyyat axtarış fəaliyyəti nəticəsində narkotik satışı ilə məşğul olan, yəni istər sosial şəbəkələr üzərindən, istərsə də real olaraq satışı ilə məşğul olan qanunsuz dövriyyəsini təşkil edən şəxslər aşkarlanır, saxlanılır və qanuna müvafiq çərçivədə barələrində tədbirlər həyata keçirilir. Tamam, Azərbaycanın daxilində narkotiklərin qarşısı alınır, narkotiklə, belə deyim də, satışı ilə bağlı güclü mübarizə gedir və sual doğrulur ki, bu mənə verilən çox saylı suallardır ki, Azərbaycana narkotik gömrük vasitəsilə hansı yollarla, hansı üsullarla keçirilir, necə keçirilir və buna qarşısı hansı texniki vasitələrdən istifadə olunur?
İlk olaraq sizi, eləcə də tamaşaçıları buradan salamlayıram. Həqiqətən də çox zəruri olan məqamlardan biridir. Qeyd edim ki, narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları, eləcə də güclü təsir edici maddələrin ölkə ərazisində keçirilməsi metodikası qaçaqmalçıların özünün belə deyək ki, müddət keçdikcə davranışına uyğun dəyişilir. Məsəl üçün, əvvəllər narkotik vasitəni nəqliyyat vasitəsinin konstruksiyasında keçirirdilər və konstruksiyasının ayrı-ayrı hissələrini kəsməklə, ona yerləşdirməklə və sonradan düzəlişlər etməklə keçirirdilər. Amma biz son dövrdə, xüsusilə 2025-ci ildə bunun şahidi oluruq, bəzən tez xarab olan əşyaların içərisinə keçirirdilər. Bunda məqsəd nədir? Bilirsiniz ki, gömrük nəzarəti əsasən tez xarab olan mallar olduqda daha sürətli keçidə fikir verir, diqqət yetirir. Çünki həmən ölkədən tranzit keçməklə xarici ölkəyə gedən mallar əgər tez xarab olursa, gömrük nəzarəti operativ tədbirlər görür və bunlar da hesab edirlər ki, çağı yüküdür, üzüm yüküdür və digər yeyinti məhsulları ilə olan ərzaqlar tərəvəzlərdir və gömrük buna daha səthi baxaraq onun keçirilməsinə, belə deyək ki, öz səhlənkarlıq edəcək. Belə bir düşüncə və niyyətlərdə oldular. Mən qeyd edim ki, məhz bu baxımdan bizim son dövrlər istər kinoloji xidmət, istər də texnoloji avadanlıqlar nəticəmizdə və əməkdaşların sayıqlığı nəticəsində 14 noyabr 2025-ci il tarixdə bununla bağlı 455 kiloqrama qədər narkotik vasitə, hansı ki, İran İslam Respublikasından Estoniyaya gedərkən, tranzit keçməklə Azərbaycan Respublikasına keçərkən qarşısına alınmışdır. Eləcə də 2-3 gün bundan qabaq, yəqin ki, siz kütləvi informasiya vasitələrlə tanış oldunuz. Digər bir kağız yükündə biz aşkar elədik. Qeyd edim ki, hətta şəxslər, bəli, küllü miqdarda kağız yükündə keçmişlər. Həmən şəxslər narkotik vasitənin xüsusi bağlamalarda bağlayırlar. Məsəl üçün, biz belə deyək ki, bir kartof yumurusuna bənzətməklə, öz formasını dəyişməklə digər selofan torbaları yerləşdirərək keçirirdilər. Və burada həqiqətən də o qədər gizli formada olur ki, mən deyərəm ki, həmən malların fərdi şəkildə yükün açılması, baxılması zaman tələb edə bilər. Və bunlar da bunu bildiyi üçün həmən xüsusi yerlərdə yerləşdirilir. Təbii ki, mən qeyd edim ki, birinci olaraq bizim hədəf koordinasiya mərkəzimiz var ki, onlar rəqəmsal həllərdən istifadə edirlər. Hər istər şəxs olsun, istər nəqliyyat vasitəsi olsun, onun gətirdiyi yüklər əvvəlcədən artıq yük gömrük bəyannamələri təqdim edildikdən sonra hədəfləmə qrupuna daxil olur və şübhəli yüklər müəyyənləşdirildikdə bu barədə yoxlama qrupuna göndərişlər verilir və həmən mallar açılıb baxılır. Digər tərəfdən qeyd edim ki, Dövlət Gömrük Komitəsində kinoloji mərkəz fəaliyyət göstərir ki, bu Dünya Gömrük Təşkilatının vaf qərarı əsasında regional təlim mərkəzi hesab olunur. Burada 77 xidməti hansı ki, axtarış itlərdir ki, bunlarda peşəkarlıq göstərərək mən deyərəm ki, insanın faktiki olaraq subyektiv amillərdən görə bilmədiyi, texnologiyanın görə bilmədiyi həmən müvafiq, belə deyək ki, narkotik vasitənin aşkar edilməsində tam şəkildə deyərəm ki, peşəkarlıq nümayiş etdirirlər. Bəli, xüsusi şəkildə nümayiş etdirirlər və həmən narkotik vasitələrin öz qoxusunu digər ərzaq və digər qoxulardan fərqləndirərək yerlərini seçirlər və əməkdaşlar da onun konstruksiyadan və dediyim qida məhsullarının arasından həmin narkotik vasitəni aşkar edə bilərlər. Buna bağlı mən qeyd edeyim ki, elə 2025-ci ildə ümumilikdə götürsək 1 ton 700 kiloqrama, hansı ki, bugünkü tarixədək 700 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddə, güclü təsir edici maddələrin aşkar edilməsi təmin edilmişdir. 1 ton 700 kiloqramdan artıq narkotik vasitə, bəli. Bu 2025-ci ilin bugünkü tarixinə olan faktiki olaraq məlumatlardır. Bəs Daxili İşlər Nazirliyi 2025-ci ilin bu gününə olan tarixə əsasən nə qədər narkotik vasitələr zərərsizləşdirilib? Statistika belə deyək də. 2025-ci ilin bu gününədək olan statistik göstəricilərə əsasən 7269 fakt üzrə 5 ton 328 kiloqram narkotik vasitə, müxtəlif növ narkotik vasitə aşkarlanaraq götürülüb. Narkotiklə əlaqəli cinayətlərə görə 4979 nəfər şəxs məsuliyyətə cəlb olunub, hansı ki, onlardan 16-sı 18 yaşınadək olan, 18 yaşına çatmamış şəxslər, 153 nəfəri isə qadınlardır. Ötən illərlə müqayisə aparsaq, dövriyyədən çıxarılan narkotik miqdarında artım müşahidə olunur. Amma bu o demək deyil ki, ölkəmizə gətirilən və yaxud narkotik satışında artım var. Xeyr, bu məhz polisin və digər hüquq mühafizə orqanlarının öz əməliyyat axtarış fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsi, mübarizə tədbirlərinin gücləndirilməsi ilə birbaşa bağlıdır. Azərbaycan tranzit ölkə sayılır da.
Bəli, əlbəttə ki, Azərbaycan Bu haqda istərdim ki, Dövlət Kömür Komitəsinin məlumatı bilmək istərdik ki, nətər tranzit ölkə kimi necə istifadə edirlər Azərbaycandan, hansı yollar? Azərbaycan Respublikası qeyd edeyim ki, narko marşrut üzərində yerləşir, tranzit ölkədir və faktiki olaraq bu coğrafi mövqeyi, eləcə də dünyada baş verən geosiyasi vəziyyət Azərbaycan Respublikasından gələn narkotik vasitənin, daşınan narkotik vasitənin istiqamətlərinə çox böyük təsir göstərmişdir. Mən şunu bildirim ki, əsasən Əfqanistandan keçməklə İran İslam Respublikası və Azərbaycanın üzərindən keçməklə Gürcüstan, oradan Batumi və Pot limanlarından istifadə etməklə Qara Dəniz və Avropaya yüklərin daşınması istiqamətlənib. Digər tərəfdən ikinci istiqamət üzrə də qeyd edeyim ki, əsasən bu yenə də Əfqanistan, İran İslam Respublikası keçməklə Naxçıvan Muxtar Respublikası, Türkiyə və Avropaya daşınma istiqamətləri var. Biz bunu hardan bilirik? Təbii ki, biz narkotik vasitənin qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində narkotik vasitələrin saxlanılarkən onların istiqamətləri, müşahidə edəcəyi, yüklərin müşahidə etdiyi istiqamətləri müəyyənləşdiririk. Qeyd edeyim ki, ümumiyyətlə bugünkü günədək biz bir sıra Avropa ölkələrinə, məsələn Almaniya, Niderland, Belçika, Avstriya, Polşanı biz misal çəkə bilərik. Həmin ölkələrə daşınan narkotik vasitələrin qarşısını almışıq. Bolqarıstana gedən narkotik vasitələrin qarşısını almışıq. Eləcə də biz elə sonuncu tədbir vaxtı da biz gördük ki, həmin daşınan yük, hansı ki bu tikinti materiallarının içərisində daşınırdı, Estoniya, İran İslam Respublikasından Estoniyaya gedir. Belə deyək mümkünsə, Avropa qapılarına gedən bütün narkotik vasitələrin bir hissəsi də beynəlxalq narko marşrut üzərindən Azərbaycan üzərinə gedir ki, biz də bunu qətiyyətlə çalışırıq ki, qaçaqmalçılığın qarşısını alaq. Burada çox istərdim ki, elə bəzi suallar var ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı da olsaydı çox gözəl olardı. Onlara da sual verərdim. Məsəl üçün o dronlar vasitəsilə keçirilməsi falan, o yəqin gömrük xidmətinə aid olan sual deyil. Bəli, əsasən sərhəd pozuntularla bağlı məsələlərdir o. Çünki gömrük orqanı faktiki olaraq gömrük nəzarətindən keçən və bu hissədə və yaxud da daxili ölkədə realizə olunan narkotik vasitələrlə mübarizə aparırlar, amma sərhəddə pozmaqla keçmək, yəni gömrük nəzarətindən kənar olduğuna görə bugünkü gün daha dəqiq məlumat. Gömrükdə ən çox hansı belə deyim də qanun pozuntuları baş verir? Ən çox nələrin keçirilməsinin qarşısını alınır? Mən ümumi götürdükdə belə deyim ki, 2016-2025-ci il faktiki olaraq rəqəmlə deyə bilərəm. Ümumilikdə 15 tondan yuxarı narkotik vasitənin keçirilməsinin qarşısını alıb ki, narkotik vasitələrin təsnifat baxımından bölsə, bunun 61%-i heroin narkotik vasitəsidir. Bəli, heroin narkotik vasitəsidir. Təbii ki, bizim burada da əsas məqsədimiz istər təbii, istər sintetik mənşəli narkotik vasitələrin, psixotrop maddələrin ölkəyə gətirilməsinin qarşısını almasına ibarətdir. Tabletkaların da keçirilməsi çox olur. Bu dəqiqə məsələsi ən çox rast gəlinən bir şey. İndi biz bu sahədə də çalışırıq, görürük də. Məsəl üçün gömrük orqanlarında qapıdan deyək də belə, qapıdan giriş tam nəzarət altındadır, yəni qarşısı alınır. Qabaq bildiyimiz məsələlər vardı, gətirdiyi bariqa kiməsə satdı. Amma bunun kökü olaraq İranlılar bu dəqiqə TikTok şəbəkəsi, Instagram üzərində, sosial şəbəkələr üzərində açırlar hansısa bir səhifə, başlayırlar durmadan hamıya dostluq göndərir. Mənim özümə elə nə qədər göndərirlər, hamısını bloklayıram gün ərzində, blok. Bunlar məsələn qara yollarla gəlir, çıxır Azərbaycana. Sonra bunu zakladka deyilən bir şey var. İnsanlar var ki, pul müqabilində bunları aparırlar, hansısa bir hissələrə qoyurlar. Sonra bu sosial şəbəkələr üzərində insanlar, gənclər, baxın, yəni onlar fikirləşmir də, bu az yaşlıdır, böyükdür, qadındır, uşaqdır, buna fikir vermir. Və onun üzərində də dostluq atırlar və bunlar kart hesabı pulu göndərir, bunlar konum atırlar və onu konum üzərində gedib həmin narkotik vasitəni əldə edirlər. Yəni bu müasirləşir də get-gedə, yəni müasir metod. Cəsarət müəllim, bugünkü gün hansı yaş qrupları arasında yayılıb bu narkotik vasitələrin istifadəsi ən çox? İcazənizlə həm söhbətimin fikrini bir qədər inkişaf elətdirim. Siz yeni üsullardan istifadə edən bağlı söylədiniz. Təbii ki, son dövrlər xüsusilə narkotacirlər ənənəvi üsullarla yanaşı müasir üsullardan da istifadə etməyə çalışırlar. Yəni narkotiklərin sosial şəbəkələr üzərindən onlayn satışını həyata keçirməyə cəhd göstərirlər. Siz söylədiniz, müxtəlif sosial şəbəkə platformalarında qruplar açılır, səhifələr açılır və yaxud da ki, dostluqlar göndərilir, mesajlar göndərilir, narkokuryerliyə cəlb olunmuş şəxslər və digər vasitələrlə onlar sosial şəbəkələr üzərindən səhifələrdə elanlar yerləşdirirlər. Həyata keçirməyə, narkotik vasitələrin satışını həyata keçirməyə cəhd edirlər.
Təbii ki, bu cəhdlərin qarşısında da polis əməkdaşları tərəfindən adekvat tədbirlər görülür. Yeni üsul və metodlardan istifadə olunmaqla həmin şəxslər ifşa olunur və onlar da məsuliyyətə cəlb edilirlər. İndiyədək söyləyə bilərik, yüzlərlə belə səhifə aşkarlanaraq bağlanılması təmin olunub və həmin səhifələr O üzərindən səhifəni aşkarlamaq olur. bəli, Küberdən açılır. bəli. Vətəndaş müraciətləri əsasında da vətəndaş müraciət eləyir, qarşısına çıxdıqda daxil olmuş müraciətlər əsasında və yaxud bilirsiniz, mütəmadi olaraq monitorinqlər aparılır, nəzarət profilaktik tədbirlər həyata keçirilir, o səhifələr aşkarlanır, bağlanılması təmin olunur və həmin səhifələr üzərindən narkotiklərin satışı ilə məşğul olan və yaxud da ki, həmin səhifələr üzərindən kuryerliyə cəlb olunan şəxslər də ifşa edilərək onlar barəsində də qanuna müvafiq tədbirlərin görülməsi təmin olunur. Bu istiqamətdə də geniş miqyaslı əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirilir və xüsusilə də həmin şəxslər kimləri sual edə bilərsiniz? Kimləri öz çirkin niyyətlərinə qurban etmək istəyirlər, yəni narkokuryerliyə cəlb edirlər? Əsasən narkotik aldıcılarını. Bəli. Onları hansısa bir vəd qarşılığında və yaxud çox cüzi miqdarda qazanc qarşılığında cəlb edirlər, konumların göndərilməsi, şəkillərin göndərilməsi, bəli, missiya da verirlər və onların hər biri də biz mütəmadi olaraq bilirsiniz, müxtəlif platformalar vasitəsilə ictimaiyyətə məlumatlar çatdırırıq, video materiallar, foto materiallar, həmin şəxslərin ifşa olunması görüntüləri, məlumatları dərc edirik. Yəni bunların özü bir siqnal olmalıdır ki, bu kimi əməllər də cavabsız qalmır. İstər ənənəvi üsullar olsun, istərsə də yeni üsul və metodlar, yəni internet erasıdır, texnoloji imkanlardan istifadə, sosial şəbəkələrdən istifadə, bunların hər biri də aşkarlanır və qanun çərçivəsində həmin şəxslər qanun qarşısında cavab verməli olur. Yaş qrupları bəs? Yaş qruplarına gəlincə, burada konkret olaraq hansısa bir yaş qrupunu söyləmək olmaz, yəni təsdiqatlaşdırmaq olmaz. Müxtəlif yaş qruplarıdır. Ancaq sualımızı bir qədər fərqli istiqamətdən yanaşsaq, narkotacirlər daha çox hansı yaş qruplarını cəlb etmək istəyirlər? Təbii ki, həssas qruplar, bunlara gənclərdir, azyaşlılardır, onları cəlb etmək istəyirlər, onları öz oyunlarına, aldadan, bəli, oyunlarına qurban etmək istəyirlər. Yəni, bunların da qarşısı təbii ki, əsasən maarifləndirici, yəni profilaktik tədbirlərlə qarşısı alınır. Bilirsiniz, polis əməkdaşları istər paytaxt Bakıda, istərsə də ayrı-ayrı şəhər və rayonlarımızda mütəmadi olaraq sosial layihələr icra edirlər. Ələxüsusda məktəblərdə, universitetlərdə pedaqoji kollektivlə, şagird və tələbələrlə görüşlər keçirirlər. Onlarda bir immunitet formalaşdırmaq, narkotik vasitələrin zərərli vərdiş kimi insan həyatına necə mənfi təsir göstərməsi ilə bağlı məlumatlar aşılanır. Yəni bu yolla şükürlər olsun ki, ölkəmizdə bu istiqamətdə neqativ tendensiyalara rast gəlinmir. Yəni onların niyyəti belə deyək, puça çıxır. Qabaq necə idi? Hansısa bir zakladka gedib narkotik vasitə götürəndə orada 234-ün biri ilə məsələn hardasa qanunlaşdırırlar. Sonradan yeni bir qanun çıxdı, yəni maddə çıxdı 234 1-1. Yəni hardasa adam fikirləşir ki, mən getdim zakladkada narkotik götürdüm 1 ildən 3 ilə kimi. Amma bu hal-hazırda maddə var ki, 3 ildən 8 ilə kimi göstərir. Yəni Azərbaycanda bizim ölkə olaraq narkotik vasitənin mübarizəsi ilə bütün metodikalardan istifadə edilir. Hər bir tutulanda da yəni yüksək yəni cinayət məcəlləsi ilə 10 ilə kimi, 8 ilə kimi, 5 il. Halın dərəcəsindən, narkotik vasitənin miqdarından və digər nüanslardan asılı olaraq qanunvericilikdə hər bir detal öz təsbitini tapıb və qanunla tövsif olunur. Yəni qanunvericiliyə uyğun olaraq gətirilən narkotik miqdarından asılı olaraq və yaxud da ki, həmin şəxsin əməlindən asılı olaraq məsuliyyət tədbirləri görülür, həyata keçirilir. Bu Dövlət Gömrük Komitəsində gömrükdən, Azərbaycan gömrüyündən məsəl üçün deyim, bir narkotik istifadəçisi xəstəsi, asılı xəstə özünlə sərhəddən, gömrükdən məsəl üçün istifadəsi üçün cüzi bir miqdarda narkotik vasitə keçirilir. Tabletkasını və yaxud digər vasitələrimi. Ona qarşı da tədbirlər görülürmü? Ona qarşı hansı, belə deyim də, həbs olunurmu o cür xəstələr? Qeyd edim ki, faktiki olaraq ümumiyyətlə qaçaqmalçılıq cinayətinin ruhu cinayətin subyektiv cəhətdir. Yəni əməli törədən şəxs gətirdiyi malı, təqdim etdiyi predmeti gömrük orqanı bəyan edib etməməyə əsas məsələdir.
narkotik vasitə ümumiyyətlə qanunsuz dövrəsi qadağanılmış bir əmlakdır təbii ki. Amma hər bir halda gömrük sərhəddindən gəldiyi halda üzərində əvvəlcədən, çünki Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeyd hissəsində nəzərdə tutulur ki, şəxs həmən predmeti könüllü şəkildə dövlət orqanına təqdim etdikdə bu təbii ki, cinayət məsuliyyətindən azad olunur. O da ki, hər hansı bir ölkədən gəlir və predmeti könüllü şəkildə təqdim etdiyi halda hər hansı bir cinayət məsuliyyətinə cəlb olunur. Cinayət Məcəlləsinin 206-cı maddəsi. Yəni qaçaqmalçılıqdan söhbət gedir. Qaçaqmalçılıqdan. Yox, əgər bu narkotik tərkibli belə deyək ki, maddədirsə, dərman preparatıdırsa, bu da ki, metadondursa, bu barədə həqiqətən də həkim tövsiyəsi, resepti varsa, bu barədə əvvəlcədən təqdim edib və Nazirlər Kabinetinin vəf qərarına uyğun, standartlara uyğun təqdim edirsə, o məsələ baxılır. Çünki dediyim kimi, qaçaqmalçılıq cinayətinin əsas məsələsi cinayətin subyektiv cəhətidir. Yəni, həmən şəxsin gömrük orqanına və bu bəyan etmədən, düzgün bəyan etmədən və ümumiyyətlə gizlətmək yoluyla keçdiyi anda artıq cinayət bitmiş hesab olunur. Lakin bu sərbəst şəkildə gəldiyi anda, yəni gömrük nəzarəti başlamamış, bir var gömrük nəzarəti başlayıb, artıq bu tutulacağını, üzərindəki bütün əşyaların artıq təqdim edilməsi ilə bağlı dövlət orqanı əməkdaşının tələbi olduğu anadək bunu özü könüllü şəkildə təqdim etdikdə hər hansı məsuliyyətdən söhbət getmir. Sadəcə olaraq baxılır ki, həmən predmet, maddə qanuni yolla mı əldə olunub, qanunsuz yolla mı? Səhiyyə orqanlarından və resept əsasında mı əldə olunub, əczaxanadan mı əldə olunub, əldə olunmayıb? Ümumiyyətlə bu predmet dərman vasitəsidirmi? Yoxsa tutaq ki, hansı bir metamfetamin kristal formasında, onsuz da bunun həkim tövsiyəsi ilə yazılmayan bir maddədirmi? Bu məsələlərə baxılır. Amma sizin dediyiniz məqama mən deyim ki, şəxs özü, hətta öz istifadəsi üçün psixotrop maddə gətirirsə, lakin bunun qanunsuz olduğunu bilir və öz əsas niyyəti bunu Azərbaycan Respublikasına qaçaqmalçılıq yolla gətirməkdirsə, çünki biz müşahidə edirik, öz şəxsi əşyalarının içərisində, siqaretin qutusunun içərisində, pul qabısının içərisində və yaxud da daxili orqanlarında qablaşdırılmış formada gətirməkdə artıq bu niyyətdən görünür ki, bu adamın niyyəti bəyan etmək deyil, qaçaqmalçılıq yoluna gətirməkdir. Qaçaqmalçılıq gətirdiyindən sonra artıq Azərbaycan Respublikasının 960 və 961 nömrəli qanunları var ki, həmin qanunlarda bütün narkotik vasitələrin və psixotrop maddələrin özünün çəkisinin miqdarı müəyyənləşdirilir. Yəni xeyli miqdar, küllü miqdar və xüsusi küllü miqdar. Biz müəyyənləşdirdikdə ki, həmin narkotik vasitə xeyli miqdardır və bu şəxsi istifadə üçün gətirib, amma bunu qaçaqmalçılıq yolla gətirib və qanunsuz olaraq əldə edib, artıq bu davranışların hər biri həmin şəxsə cinayət məsuliyyətinə əməlini tövsiyə etmək üçün bir əsasdır. Bu olduqda Cinayət Məcəlləsinin 206-2, 234 birinci maddəsinə əsasən şəxs cinayət məsuliyyətinə cəlb edilir və aidiyyəti üzrə barəsində qəti imkan tədbiri seçilir. Lakin həmin şəxs gətirdiyi narkotik vasitə küllü miqdardır və yaxud da necə dediyim, xeyli fərqi yoxdur. Şəxsin niyyəti bunu istifadə etmək deyil. Azərbaycanda satmaq, bağışlamaq, hədiyyə etmək və digər formada təqdim etməkdirsə, bu artıq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur və şəxslər barəsində aidiyyəti üzrə qərar qəbul edilir. Az öncə qeyd elədiniz ki, siqaret qutusunun içərisində keçirtmək istəyənlər, bax kimsə məsəl üçün bir tır şoferidir də, belə deyək, siqaretdir, özünün doldurub içinə nəişəni, marixuananı keçirtmək istəyir. Bunun qarşısını almaq olur, bilinir bu gömrükdə. Ümumiyyətlə qeyd edeyim ki, gömrük nəzarəti vaxtında həm bir malların yoxlanması, bir də şəxsi yoxlama deyilən bir tədbirlər həyata keçirir ki, gömrük nəzarəti çərçivəsində. Və gömrük əməkdaşları intensiv olaraq, belə deyək ki, sürücülərlə, şəxslərlə əlaqəli formada işlədiyinə görə şəxsin özünün vəziyyətindən, emosional vəziyyətindən artıq onun davranışını hiss edib və şübhəli məqamları hiss edə bilirlər. İkinci məsələ, həmən dediyim kimi yoxlama vaxtı xidməti itin reaksiyası, çünki narkotik vasitə istifadə edən, psixotrop maddə istifadə edən, hətta dediyimiz kimi siqaret, onun tüstüsü belə kifayət edir ki, xidməti it reaksiya versin. İnsan istifadə edəndə it hiss edir. Bəli, istər onun kabinəsindən gələn müəyyən iydən, qoxudan, xidməti itin reaksiyasından əməkdaşların ayıq-sayıqlığı nəticəsində baxılır. Və siz dediyiniz formada düzgündür ki, hətta onun şəxsi geyimində, zibil qabısında, siqaret bütün məlumatlarını gizlətməklə, mən deyim, keçən dəfə bizdə bir kristal var idi, metamfetamin. Metamfetaminin formasının qəlib formasını dəyişmişlər. Yəni adam həmən materialı tikinti materialı formasına salmışdı. Tikinti materialı formasına salmasına baxmayaraq bildiyimiz qablaşdırılmış, hətta mən deyərəm ki, ilk görünüşdən zavod üsulu ilə qablaşdırma formasına qədər baxılırdı. Amma xidməti itlərin reaksiyası, eləcə də bəzi hallarda bunu deyim ki, rentgenlər, çünki bizdə rentgenlərin özü də, skan avadanlıqların özü də son dövrlər hər illər keçdikcə müasirləşdirilir, standartlara cavab verilir. Çünki beynəlxalq əməkdaşlıq çərçivəsində ən müasir standartlara cavab verir, texniki avadanlıqlarla təmin edilir. Həmin şübhəli cizgilər də
biz müşahidə edirik əməkdaşlar və onun yenidən ətraflı yoxlanması üçün açılıb baxılmasına səbəb verir. Şərait verir ki, bununla bağlı baxılır. Bu belə başa düşürəm ki, bizim gömrükdən bir dənə çöp də keçirmək olmaz da. Bəli. Çətin müasir texniki vasitələr, xidməti itlərin, adicə bir insan narkotik nəşə çəkirsə, it onun iyisindən hiss eləyirsə, deməli Biz necə dövlət yerdə dayanmada tədbirlərini görür, müasirləşir hər şey. Sadəcə olaraq qara yollarla gəlir də. Yəni bildiyimiz indi danışırıq da məsələn hər bir tədbir görür, amma bu fakt o var ki, narkomaniya var da. Narkotik satılır, var. Bu da hansısa bir yollarla gəlir, o da yəni çayla, dağla, daşla, boşluq olan ərazilər. Mənim məlumatım var, istərdim ki, elə sizin də dövlət qurumlarının əməkdaşlarının adından da deyilsin. Biz tez-tez deyirik ki, qanunsuz narkotik vasitələrin istifadəsi, dövriyyəsi. Sual verirlər ki, qanuni nətəridir? Qanuni də var narkotik vasitələrin dövriyyəsi. Bunlar nəyə aiddir, hansılara aiddir, onu bilmək istərdim. Belə bir şey deyim ki, biri var narkotik vasitə, biri var narkotik tərkibli dərman preparatları. Təbii ki, narkotik tərkibli dərman preparatları ölkədə xüsusi qeydiyyat tələb olunur və qeydiyyatdan keçmiş və yalnız səhiyyə orqanlarının həkim tövsiyə əsasında xüsusi reseptlə verilən narkotik tərkibli maddələrdir və bu da əczaxanalarda satılır. Yalnız bu dediyim kimi o narkotik vasitələr yalnız həkim hesab, bu qanuni dövriyyədən söhbət gedir. Bir də var ki, narkotik vasitə və yaxud da psixotrop maddə sintetik mənşəli, ayrı-ayrı belə deyək də mütəşəkkil cinayətkar qruplar tərəfindən hazırlanır, qanunsuz olaraq hazırlanır və ümumiyyətlə onun istifadəsi birbaşa insan sağlamlığı üçün zərərlidir və həmin narkotik vasitə dərman preparatı olmadığı üçün onunla bağlı həkim tövsiyəsi belə tələb olunmur. Tam qanunsuz və qadağan olunmuş predmetə çevrilir. Mahiyyəti, ruhu bundan ibarətdir. Daxili İşlər Nazirliyi narkomaniya ilə bağlı ən çox hansı dövlətlərin təcrübələrindən istifadə edir? Bəli. Bilirsiniz, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və narkomanlığın yayılmasının qarşısının alınması dövlətin prioritet istiqamətlərindən biridir, prioritet siyasətindən biridir. Bununla bağlı geniş miqyaslı, çox vektorlu əlaqələr qurulub. Bu əlaqələr çərçivəsində həm maddi-texniki bazanın təkmilləşdirilməsi, həm yeni üsul və metodların öyrənilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, peşəkar kadr bazasının formalaşdırılması və müxtəlif istiqamətlərdə əlaqələr mövcuddur və hətta bu əlaqələrin dərin olması hər hansısa bir şəbəkənin xaricdə də ifşa olunmasına gətirib çıxarır. Yəni şəbəkənin xaricdə ifşa olunması və məsuliyyətə cəlb olunmasına da gətirib çıxarır. Bilirsiniz, biz mütəmadi olaraq məlumatlar yayımlayırıq ictimaiyyətə və bu məlumatlar içərisində bəzən görürsən ki, hansısa bir hüquq pozmadır, ölkəmizə törədib və başqa bir ölkəyə gedib. Məhz o əlaqələr çərçivəsində həmin şəxslər də orada hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq ölkəmizə gətirilməsi təmin olunur. Bu baxımdan biz deyə bilərik ki, konkret sizin sualınıza gələrsək, həm qonşu dövlətlərlə, həm MDB ölkələri çərçivəsində, türk dilli dövlətlər çərçivəsində bütün ölkələrlə bizim bu sahədə də sıx əməkdaşlıq əlaqələrimiz mövcuddur və bu əlaqələr də günbəgün daha da inkişaf etdirilir. Dünyada BMT-nin son proqnozlarına əsasən 2030-cu ilə qədər 11% artım proqnozlaşdırılır. Bu proqnozların ölkəmizdə belə deyək, qarşısını almaq, bu təhdidlərə sədd çəkmək üçün cəmiyyətin hər bir üzvü özü şəxsən, fərdi olaraq antinarkotik təbliğatçısına çevrilməlidir. Maarifləndirmə işi aparılır. Biz ancaq öncə qeyd etdik. Məktəblərdə, insanların sıx toplaşdığı yerlərdə, istər paytaxt Bakıda, istər bölgələrimizdə, elə polis əməkdaşları tərəfindən təbii ki, tərəfimizdən sosial şəbəkələr üzərindən, müxtəlif internet platformaları üzərindən, televiziyalar, mətbuat, müxtəlif media subyektləri üzərindən mütəmadi olaraq çağırışlar olunur. Sentimental tərzdə, yəni həssas nöqtələrə toxunan, təsir edici video materiallar hazırlanır, təqdim olunur. Amma daha effektiv nəticə əldə etmək üçün cəmiyyətin hər bir üzvü bu prosesdə yaxından aktiv iştirak etməlidir. Bax, düşünməyin ki, dostlar, görürsünüz, Daxili İşlər Nazirliyinin əməkdaşı deyir ki, ən effektiv üsul cəmiyyətin hər bir üzvünün iştirakı. Bu o deməkdir ki, əgər görürsünüzsə qonşuda və yaxud da qaldığınız yaxın ərazidə bir şəxs narkotik vasitələrin satışı ilə məşğuldursa və bunu siz göz yumursunuzsa,
ay mənə deyərlər, narahat eləyər, ay mənə qarşı nə bilim pis hərəkətlər eləyər, mən polisə desəm, o zaman bilin ki, nə vaxtsa gəlib sizin qapınızı da döyəcək həmin o narkotik satan. Yəni qlazokdan baxmaq lazım deyil. Gördünüz, bildinizsə vallah deyirəm müraciət eləyin. Belə deyim də heç o adam bilməyəcək ki, onu siz müraciət eləmisiniz. Polis qoy tədbir görsün. Bir dəfə eləyin, 2 dəfə eləyin, 3 dəfə eləyin, 10 dəfə eləyin, amma eləyin. Sözün yaxşı mənasında polis əməkdaşlarını bezdirin ki, qoy gəlsinlər, belə deyim də buna qarşı tədbir görsün. Qaynar xətt var 802. 802, 102 zəng eləyin, qorxmayın, Nazirliyin narahat sosial olun. şəbəkələrdəki hesabları yaza bilərlər. Tədbir görülür. Ərazi polis orqanına müraciət edə bilərlər. Bizim Konfidensiallıq əsas şərt. Azərbaycanda narkomaniya ilə mübarizə yollarında bütün metodikadan istifadə olunur. Sadəcə olaraq bunun artımının da əsas nədir məsələdir? Hər şeyi polisin üzərinə yıxmaqla, çünki polisin yetərincə çoxdur, yəni işi görüləsi. Ona görə burada müəllimlərdən tutmuş həkimlər, gömrük işçiləri, yəni bir çox, yəni ölkənin hər bir strukturunda kömək olmalıyıq bir yer. Əsasən də bu yolda maarifləndirmə yolunda da istəyərdik ki, bizim də köməyimiz dəysin. Yəni köhnə bu həyatı yaşayan insanlar, reabilitasiya mərkəzi keçmiş müəyyən ayaqlıq toparlayan insanların da yəni köməyindən istifadə eləmək, biz də köməyimizi əsirgəmək. Sizin köməyiniz deyil, indi siz də yəqin dövlət qurumunun əməkdaşları olaraq şahid olursunuz ki, reabilitasiya mərkəzinin bəzilərinin çoxsunun deyərdim ki, nəticəsində sağalanların sayı da çoxalır. Düzdür, yenidən sağalıb istifadəyə qayıdırlar, amma sağalanlar da var. Bu danılmazdır. Belə biri sizin özünüz. Neçə il istifadə eləmisiniz anar mənim? 23 il. 23 il. Bugünkü gün neçə ildə ayıqsınız? 4 ildə ayıq. 4 ildə ayıqdır. Onunla da bərabər Xətai rayon ərazisində yaşamışıq da biz, Günəşli, Əhmədli. Həmin ərazidə yəni narkomaniya çox inkişaf. Hal-hazırda bizim özümüz, yəni mənim dostum var. Ondan bir yerdə, yəni məhəllədə demək olar ki, bizim ərazi demək olar ki, narkoman qoy hamısın gəlib, yəni öz hesabımıza reabilitasiya imkanı oldu, olmadı. Dəvət eləmişik, gəlib sağalıblar. Yəni demək olar ki, ərazimizdə narkoman qalmayıb. Biz hal-hazırda Sağlam Addım Reabilitasiya Mərkəzindəyik. Onu da qeyd edeyim ki, Sağlam Addım Reabilitasiya Mərkəzi artıq 3 ildən çoxdur fəaliyyət göstərir və yüzlərlə, minlərlə nəticələri var. Bizdə tək narkomaniya yox, həm qumar, həm də ki, alkoqolizmdən əziyyət çəkən xanımlara da köməklik göstəririk. Mən 13 il narkoman olmuşam. Sağlam Addım Reabilitasiya Mərkəzində sağalmışam. 2 il Sağlam Addım Reabilitasiya Mərkəzində sağalmışam. Artıq 1 ildir burada proqram rəhbəri olaraq çalışıram. Demək istəyirəm ki, sağalma mümkündür, yetər ki, sən istə. Valideynlər bizə müraciət edə bilər, konsultasiya pulsuzdur. İstərdim ki, verilişimizin sonunda Dövlət Gömrük Komitəsinin əməkdaşı olaraq valideynlərimizə, gənclərimizə müraciət eləyəsiniz narkomaniyadan uzaq durmaları üçün, özlərini qorumaları üçün. Mən bir məsələnin bununla bağlı diqqətinizə çatdırmaq istəyirəm. Ümumiyyətlə narkotik vasitə hamı bilir. Onsuz da narkotik adı özü kifayət qədər qorxunc, qorxulu və çəkindirici bir addır. Onda belə bir sual yaranır. Yaxşı, günü-gündən əgər narkotik vasitə aludəçiləri yaranarsa, əgər bu ad özü də çəkindiricisə, bu necə ola bilər ki, bu aludəçilik çevrilir psixoloji, fizioloji asılılıq yaranır? İlkin bu etap bizi düşündürür. Mən qeyd edirəm ki, son dövrlər bizim diqqət yetirdiyimiz məsələ ölkəyə elektron ticarətin inkişafı nəticəsində gələn maddələrdir. Nə maddələr? Əgər biz cinayətkarlığa qarşı mübarizə aparırıqsa, bir qədər də cinayətkar kimi və öz malımızı təqdim edə biləcəyimiz şəxs kimi düşünməliyik. Cinayətkar təbii ki, narkotik vasitəni narkotik vasitə adı altında təqdim etmir. Onsuz da bu formada təqdim etsə, şəxs bunu almayacaq, çəkinəcək. Deməli, bu insanların mövcud tələbatına uyğun olaraq təqdim olunmalıdır. Nə tələbatına uyğun olmalıdır? Məsəl üçün, şəxslərimiz bəziləri arıqlamaq istəyir, bəziləri kökəlmək istəyir, bəzilərimiz faktiki olaraq öz bədən kütlələrini fiziki kütlə olaraq idmançı görkəmi almaq istəyir, bəziləri yuxusuz qalmaq istəyir. Məsələn, bu biz rast gəlirik ki, şəxsdir iri qabaritli nəqliyyat vasitəsi idarə edir. İstəyir ki, 3 gün, 2 gün yuxusuz bu nəqliyyat vasitəsini rahat idarə etsin. Və yaxud da bəzilərimiz daha düşüncəli, fərqli bir öz sağlamlıqları üçün maddə axtarır. Mən burada çağrışım ondan ibarətdir ki, şəxslər, vətəndaşlar özləri övladları üçün, özləri üçün hər hansı bir predmeti qəbul etməmişdən əvvəl mütləq həkim tövsiyəsi, həkim məsləhəti
əldə eləsinlər. Bununla bağlı səhiyyə orqanlarına müraciət eləsinlər. Özlərinin kör-köranə, sosial şəbəkə vasitəsilə xarici ölkələrdə satılan predmetlərdən alıb istifadə etməsinlər. Və bununla bağlı mən qeyd edeyim ki, Dövlət Gömrük Komitəsinin ümumiyyətlə funksional vəzifəsi nədir? İstər xarici iqtisadi fəaliyyət sahəsində, yəni ictimai münasibətdirsə, ikinci tərəfdə Azərbaycan xalqının həyat və sağlamlığını qorumaqdır. Bizim funksiyamızdır. Biz nə edirik? Biz gömrük postunda beynəlxalq post göndərişləri vasitəsilə gələn predmetlərin yoxlanılması, risk hesab etdiyimiz, şübhəli hesab etdiyimiz məsələlərlə bağlı ekspertizalar təyin edirik. Bioloji ekspertizalar, fizik-kimyəvi ekspertizalar. Bizim 2025-ci ildə saxladığımız 601 çay paketləri, qəhvə paketləri içərisində subtramin deyilən güclü təsir edici maddə aşkar edilib ki, hansı ki həmin maddədə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanununda güclü təsir edici maddələr siyahısına daxil edilmişdir və ölkədə dövriyyəsi qadağan edilmiş bir maddədir. Və biz bu il ərzində 95 formada kapsul aşkar edilir və dövriyyədən kənarlaşdırırıq. İndi sual olunur, həmin maddələri istifadə edən şəxsin əldə etdiyi maddənin onun sağlamlığı üçün zərər olacağı, gələcəkdə fizioloji, psixoloji asılılıq yaradacağını bilirdilərmi? Bilmirdilər. Sadəcə olaraq elektron ticarətin inkişaf etdirməsi, internetin əlçatanlığı, xarici ölkələrdəki onlayn satışlarından rahat maddələri gətirmə imkanlarının olmasından yaxşı mənada özləri üçün istifadə edərək gətirilməsinə nail olmağa çalışmışdılar. Biz veriliş əsnasında söylədik, 2025-ci ilin 11 ayı ərzində, yəni bu günədək 4979 nəfər şəxs məsuliyyətə cəlb olunub. Onlardan 16-sı 18 yaşına çatmayan şəxslərdir. 153 nəfəri qadınlardır. Göründüyü kimi, yaş, sosial təbəqə, status, sərhəd tanımır. Yəni, təkcə fərdi qaydada narkotikdən istifadə edən şəxs yox, həm də ailələri məhrumiyyətə düçar edir. Ona görə də güc birlikdədir deyək, əl-ələ verib 21-ci əsrin ən ağır problemlərindən biri olan narkomanlıqdan cəmiyyətimizi, xüsusilə də gənclərimizi, həssas təbəqə üzvlərimizi xilas edək. Yəni, yalnız əllə versək, yəni birgə mübarizə aparsaq, bu bəşəri bəlaya qalib gələ bilərik. İnşallah. Ana, mən reabilitasiya mərkəzində bugünkü gün yaş qrupları, ən çox hansı yaş qrupları müalicə alır? Bu, məsəl üçün, bayaq... Qadın, kişi fərqi yoxdur. Deyək ki, belə deyək də, məsəl üçün, hal-hazırda 18, 15, 17, 20, yəni yaş arası risklər də var. Qabaq, məsəl üçün, bir neçə il bundan qabaq 30 yaş, 40 yaşında yəni görünür. İndi hal-hazırda yəni bu narkomaniyanın gəncləşməsini görürük. Birinci növbədə həmin bu tacirlərin toruna düşən gənclərdir. Yəni bu səhra dövrü yaşayanlar, hələ ki xarici görünüşü yaxşı olan, evdən hardasa pul götürə bilən, yəni belə insanlar ki, o cəmiyyətdə etibarı qazanan uşaqlardır, təzə yeni başlayanlar. Məqsədyönlü şəkildə sözünüzə qüvvət. Məqsədyönlü şəkildə gənc nəsli hədəf seçirlər. Bu birbaşa genofonda vurulacaq zərbə kimi xarakterizə oluna bilər. Yəni bu əbəs yerə deyil. Müxtəlif nüanslar var bu cəhdlərin edilməsində. O cümlədən də biri elə bu genofonda real təhlükənin qəsdən yaradılması. Valideynlər də ona görə belə mövzularda yəni diqqətli olsunlar, övladlarını nəzarət eləsinlər ki, çox valideyn deyir ki, mənim övladım ola bilməz, amma elə deyil. Bu nə savada baxır, nə elmə baxır, istəyir həkim olsun, istəyir müəllim olsun, yəni hər bir kəsin övladı bu riskə düşə bilər. Mənim yadımdadır ki, sizin reabilitasiyada qadınların müalicə aldığı həkim adamdır, bildiyin həkim, yəni universitet bitirib, idmançı idmançı tamam, həkim, bu vasitələrdən, kimyadan başı çıxır, gəlib narkomandı müalicə alır. Yəni belə bir verilişlərin də olması, baxın, gömrük orqanı işçisi, Daxili İşlər Nazirliyinin işçisi, məsələn, hadisənin verilişində belə iştirak edib, bunu anti-təbliğatı maarifləndirməsi özü də bir uğurdur. Yəni bizim bir yerdə toparlayıb bu barədə, yəni valideynlərə, cəmiyyətə müraciət eləməyimiz özü də bir uğurdur, yəni baxsınlar, maariflənsinlər. Deməyək ki, bu polisin işidir, deməyək ki, bu gömrükdən necə keçir, hara baxır gömrük, bunları deməyək, biz hamımız gördüksə buna qarşı birlikdə mübarizə aparaq. Ola bilər polis hansısa bir tərəfini görməyə bilər, ola bilər ki, gömrük hansısa bir tərəfini görməyə bilər. Amma sən görürsənsə, sən addım atmalısan buna qarşı, sən mübarizə aparmalısan. Mən bugünkü gün
adi bir vətəndaş kimi, bloger kimi mən artıq belə deyim də bu çətin bir narkomaniya sferasında addımlar atıramsa, həyatımı, özümü riskə atıramsa əgər, sən də bunu eləməlisən və biz hamımız birlikdə güclüyük. Gələcəyimiz üçün, övladlarımız üçün indidən biz addım atmalıyıq. Ən əsası odur ki, yəni orqanlarda baxın, gəldilər, danışdılar hər bir sahədə, yəni açıqlama verirlər. Bir yerdə dayanmırlar, inkişaf gedir. Yəni irəliyə doğru gedir, tədbirlər gedir. Yəni bir var ki, hansı bir ölkə olur, hansı qanunsuz ölkələr var tanıdığımız. Buraxıblar başı başına, yəni maraqlanan yox, tədbirlər görülən yox. Şükür Allaha bizdə tədbirlər görülür. Sadəcə olaraq belə yerlərdə, yəni işini sevənlər var, işini sevməyənlər də var, o məsələlər də var. Amma ən əsası odur ki, yəni orqanlar hamısı işini görür. Sağ olsun Dövlət Gömrük Komitəsinin rəhbərliyi, bütün əməkdaşları, Daxili İşlər Nazirliyinin rəhbərliyi və bütün əməkdaşları ki, gəldilər, məlumat verdilər. Mən belə deyim də, sıravi bir YouTuber, bloger olaraq bu verilişi açmışam. YouTube üzrə paylaşıram. Sağ olsunlar bizim Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi gəldilər, maarifləndirdilər, məlumatlandırdılar cəmiyyəti. Bilmirəm nə dərəcədə sizlərə biz kömək eləyə bildik, ayıq-sayıq olmağınız üçün dəstək ola bildik. Az da olsa bizim bir xeyrimizdə nə gözəl bizə. Çox sağ olun, dəvətimizi qəbul elədiniz. Allah gələcəyimizi qorusun, balalarımızı qorusun. Anar müəllim, siz də sağ olun. Sağ olun. Növbəti Sözün Dozası podkastında görüşmək ümidi ilə. Sağ olun.